Hər kəsə salam. Data model dizaynı ilə bağlı bu qısa izahata xoş gəlmisiniz. Bugün biz sözün əsli mənasında hər bir məlumat bazası mütəxəssisinin bilməli olduğu ən vacib, ən qızıl qaydalardan birinə toxunacağıq. Söhbət verilənlər bazasında təkrarlanan məlumatların ləğv edilməsindən gedir. Elə isə heç vaxt itirmədən gəlin birbaşa mövzuya keçək. İndi bəlkə də düşünürsünüz ki, təkrarlanan məlumatlar niyə belə böyük bir problemdir? Yəni, nə təhlükəsi ola bilər ki? İş orasındadır ki, məlumatlar eyni cədvəldə təkrar-təkrar yazıldıqda, bu sadəcə yaddaşı və ya resursları boş-boşuna israf etmək demək deyil. Xeyr, bu eyni zamanda gələcəkdə qarşınıza çıxacaq çox böyük, fəlakətli xətalara zəmin yaratmaqda. İnandıra bilərəm ki, bu sualın cavabı əslində bütün sisteminizin nə qədər sağlam və dayanıqlı olacağını müəyyən edir. Ekrandakı bu qarışıq Customer Sales cədvəlinə bir göz atın. Bu əsl xaosdur, elə deyilmi? Məsələn, Tom Frank adlı müştəriyə baxın, onun ünvanı iki fərqli sətirdə tamamilə eyni şəkildə təkrar olunub. Özdə ən pisi nədir bilirsiniz? Rəqəmlərin yeri səhv düşüb. Ünvanın nömrəsi bir sətirdə 7453, digərində isə 7435 kimi yazılıb. Eyni zamanda satış təmsilçilərinin adları da hər əməliyyatda dayanmadan təkrar-təkrar qeyd edilir. Dostlar, inanın mənə, bu cür dizayn əsl bir kabusdur. Və budur, gəldik əsas məsələyə. Bu cür lazımsız təkrarlanmalar bizi üç fərqli və çox ciddi təhlükə ilə üz-üzə qoyur. Bunlar insert anomaly, update anomaly və deletion anomalidir. Bu ingiliscə texniki terminlər bəlkə də qorxuducu səslənə bilər, amma əslində onlar sadəcə çox böyük bir baş ağrısını ifadə edir. Təsəvvür edin, insert anomaly o deməkdir ki, deyək ki, yeni bir avtomobil modelini bazaya daxil etmək istəyirsiniz. Amma yox, kimsə onu satın alana qədər bunu edə bilməzsiniz. Çünki müştəri məlumatları olmadan yeni sətr yaratmaq sadəcə olaraq mümkün deyil. Necə də məntiqsizdir, eləmi? Yaxşı, indi isə update anomalini daha real, həyati bir senari ilə təsəvvür edək. Tutaq ki, ən yaxşı satış təmsilçilərinizdən biri evlənir və təbii olaraq soyadını dəyişir. Əla, onu təbrik edirik. Lakin sizin məlumat bazanız üçün bu əsl fəlakətin başlanğıcıdır. Əgər siz məlumatları az əvvəlki o qarışıq cədvəldəki kimi saxlamısınızsa, indi oturub minlərlə sətri tək-tək əllə yeniləməlisiniz. Və buradakı risk odur ki, bircə kiçik hərf səhvi ya da unudulmuş tək bir sətir belə bütün məlumat bazanızın tamamilə tutarsız və səhv olmasına gətirib çıxaracaq. Bəs yaxşı, biz bu kabusdan necə xilas ola bilərik? Yeganə xilaskarımız normalizasiya prosesidir. Ümumiyyətlə, normalizasiya nədir? Bu, məlumatları yaddaşda təkrarlanma problemlərindən azad etmək üçün onları məntiqi şəkildə alt mövzulara görə bölmək prosesidir. Və inanın ki, bu sadəcə kitablarda yazılan quru bir nəzəriyyə deyil. Bu, az əvvəl danışdığımız bütün o yorucu anomaliyalardan, o baş ağrılarından qurtulmaq üçün əlimizdəki ən mükəmməl, ən işləy vasitədir. İndi isə həllin vizual olaraq nə qədər təmiz, nə qədər səliqəli olduğuna bir diqqət yetirin. Biz o nəhəng, xaos içində olan cədvəli götürdük və 4 ayrı məntiqi hissəyə böldük. Customers, Employees, Automobile Models və Sales Transactions. Fərqi görürsünüz, artıq hər bir məlumat yalnız və yalnız ona aid olan yerdə, özü də sadəcə bir dəfə saxlanılır. Bayaqki müştərimiz Tom Frank'i xatırlayırsınız, onun ünvanı artıq yalnız bir sətirdədir. Yəni, sabah o ünvanı yeniləmək lazım gələrsə, səhv etmək şansınız demək olar ki, sıfıra bərabərdir. Əla, cədvəlləri böldük. Bəs o zaman biz onları yenidən bir-biri ilə necə əlaqələndiririk? Axı onlar tamamilə ayrı-ayrı qala bilməz. Çox sadə. Biz əsas cədvəllərdə, yəni valideyn adlandırdığımız müştərilər, işçilər və avtomobil modelləri cədvəllərində hər sətri unikal edən, bənzərsiz bir primary key təyin edirik. Daha sonra isə bu primary key-yi götürürük və alt cədvəldə, yəni Sales Transactions cədvəlində foreign key kimi istifadə edirik. Sözün əsl mənasında bu bütün sistemin təməlini bir-birinə mükəmməl şəkildə bağlayan qopmaz bir bağdır. Nəticə, biz həm məlumatlarımızın tam bütövlüyünü qoruyuruq, həm də sistemimizin işləmə sürətini inanılmaz dərəcədə artırırıq. Və nəhayət bu izahatı bitirmədən öncə sizi biraz düşünməyə dəvət etmək istəyirəm. İndi gedib öz layihələrinizə, üzərində işlədiyiniz o cədvəllərə baxın, orada lazımsız təkrarlanmalar varmı? Bəlkə də elə indi, haradasa dərinliklərdə gizlənmiş bir update anomaly, məlumat bazanızda partlamağa hazır saatlı bomba kimi sizi gözləyir. Heç vaxt heç nəyə şansa buraxmayın. Bu qısa izahatdan sonra mütləq gedin və öz sxem dizaynlarınızı bu öyrəndiyimiz məntiqlə yenidən yoxlayın. İzlədiyiniz üçün çox sağ olun, növbəti izahatlarda görüşmək ümidi ilə.